Şair Moşu Göyəzənlinin uşaqlarının anası. Öz adınız yoxdur? Adsız dərmanda xoruz olur. Söylü, mahal qızı Göyəzənli. Yazarsan mı qağa? Mən rəisəm, ağa deyiləm. Adınız, familiyanız? Sana məktəbdə öyrədiblər qələm tutmağı ya sirkdə? Vətəndaş, özünüzü təqdim eləyin. Xalq. Necə yəni xalq? Xalqdan ha? Narod. Vətəndaş, bura məsuliyyətsiz, axmaq zarafatların yeri deyil. Necə yəni xalq? Elə də olar? Ha, xalqının şair oğlunu bir dılğır üzükdən ötəri şüpə altına alan min səni. Belədir. Onun milyonlarla oxucusunu şüpə altına alır. Yaz adımı, xalq, millət. Yaz belə dəli kür, yaralı araz, bax beləcə xədər. Ağ qızıl, qara qızıl, taxıl zəmiləri, pambıq çölləri, başı qarlı dağlar. Ay kəpəs, qoşqar, babadaq, Göyəzən. Əbəstirin boy! Nədir? Dedə bilərsiniz? Qoşma, təcris, müxəmməs, şeir, qəzəl, poema, igid Azəri oğulları, Koroğlu, Babək, 6 dənə də öz oğlum. Hələ bax belə biri dolaşır. Namus, qeyrət. Burada lan. Ha? Mənə duelə çağır bu, ha? Şeyva Sultanı ki.